Bir film düşünün. Daxilində həm cinayət var, həm də ki, komediya. Bu kız kimdi? Adı Jess'ti. Bizim şagirdimizdi. Yatırsınız? Əslində mən buradayam. Yox Fərhad, mən onunla yatmıram. Ben fürsət əldən verməzdim. Filmin əsas qəhrəmanları soyuqqanlı fırıldaqçı Niki və ağıllı, amma bir o qədər də təcrübəsiz Jess. Film bu iki personajın qısa tanışlıqlarından sonra Jessin Nikini otağına dəvət etməsi ilə başlayır. Qızın planları sadədir. Bir neçə dəqiqə sonra otağa güya Jessin əri daxil olur İlahi, ərim gəldi. və məqsəd Nikini qorxudaraq ondan pul qoparmaqdır. Amma Jessin düşünmədiyi bir məsələ var. Qarşılarındakı onlardan da peşəkar dələduzdur. Sən adam yolmağı bacarmırsan əzizim. Bu hadisədən sonra Niki belə qərara gəlir. Jessi öz dəstəsinə qatsın. Cibgirlikdən tutmuş aldatma oyunlarına qədər bütün incəlikləri öyrədib 30 nəfərlik komandasının bir üzvü etsin. Uşaqlar tək başına ya da qrup şəklində işləyirlər. Amma hər şey kiçik oyunlardan ibarət deyil. Bir gün futbol meydançasında başlayan mərc oyunları onların ən böyük sınağına çevrilir. Nikinin ard-arda uduzduğu kiçik mərclər sonunda milyonlarla dollarlıq riskə qalxır. Binoklu götür, meydanda istədiyin oyunçunu seç. Sən oyunçunu seçəcəksən, o nömrəsini tapacaq. Sen tamamıyla dəli olmuşsan. Ben seçtim. Növbə onunla. Sadəcə seç. Bəs sizcə bu kadrlar hansı ağla sığmaz hadisələrlə bitəcək? Bu maraqlı və gərgin filmi mütləq şəkildə izləməlisiniz. Bu filmin adı Fox.